Hələ orta məktəbdə oxuyarkən oxuduğum kitablar həyatımı dəyişəcək qərarı verməyimə səbəb olmuşdu. Çünki aşiq olmuşdum. Güclü sevgilər heç vaxt ölmür. Sevgim insan təbiətinin bəzən qaranlıq, bəzən qəbul edilməyən, bəzən də bilinməyən tərəflərini araşdırmağıma, elm küçəsinin zənginliklərini müşahidə eləməyimə və həyatım boyunca heç bitməyən və məni oradan oraya sürükləyəcək böyük bir axıntıya səbəb oldu. Sevgimin adı psixologiya idi. Psixologiyaya olan sevgim məni elm qopara biləcəyim hər yerə getməyə sövq elədi. Psixologiya və konsultasiya mərkəzində olan təlimlər, hələ universitetdəykən Tələbə Psixologiya Cəmiyyəti adlı ictimai birlik yaradıb etdiyimiz layihələr, Gənc Psixoloqlar İctimai Birliyi, Avropa Gənc Psixoloqlar Assosiasiyası, Beynəlxalq Klinik Psixoloq və Psixologiya Mərkəzindəki layihələr, Albert Ellis İnstitutu, Psixologiya Elmi Tədqiqat İnstitutu, beyin haqqında kitab yazmaq və ölkəyə verdiyimiz töhfələr, Rasional Psixologiya İnstitutu və sair. Sonda isə həyatımın və bəlkə də karyeramın prime dönəmindəykən hər şeyi atıb başqa bir ölkəyə daşınmağım və sonra növbəti dəfə yenə başqa bir ölkəyə daşınmağım. Bir həyat belə yaşanarmı? Psixologiya üçün bu qədər əzab-əziyyət çəkməyə dəyərmi? Dəyər. Çünki psixoloq olmaq bu dünyadakı ən müqəddəs peşələrdən birinə sahib olmaq deməkdir. Humanizmin bu qədər çox tələb olunduğu ikinci bir peşə ağlıma gəlmir. Dünyamız sürətlə dəyişir və dəyişdikcə problemləri də artır. Bu qədər problemlərin çox olduğu və bu qədər dəyişkən bir dünyada psixoloqlara olan ehtiyac da günü-gündən artır. Gələcəyin yükünün önəmli bir hissəsi psixoloqların çiynində durur. Ona görə də hər bir psixoloq, bu şərəfli və müqəddəs peşəyə sahib olan hər bir insan sonu görünməyən bir inkişaf yoluna girir və girməlidir. Bugün isə psixoloqlar günüdür. Mənimlə birlikdə tanıdığım və tanımadığım bu şərəfli peşəni bölüşən hər kəsi təbrik edirəm. Siz, əgər bu peşənin haqqını verirsinizsə, həqiqətən önəmli insanlardansınız.